Salam dostlar, xoş gördük sizləri. Bu dəfə Afcoin, belə deyim, Əfqan coin daha doğrusu, Əfqanistandan coin. Nəsə bu haqqda paylaşım edəcəm sizə. Deməli, burada mən araşdırdım. Mən həqiqətən rəylər, yorumlar çox yaxşıdır. Bilmirəm indi bu nə məsələdir. Çox gözəl yəni rəylər, yorumlar yazırlar da bu proqramdan haqqında. Play Store-da da belə olsun, hamısını müsbət qarşılayırlar. Yəni burada necədir qayda? Qeyddən keçdiniz, dəvət kodu mütləq yazılmalıdır. Mən özüm dəvət kodunu axtarıb tapdım, yazdım. Mən öz dəvət kodunu paylaşacağam. Rahat şəkildə siz qeyddən keçəsiniz. Qeyddən keçdikdən sonra, yəni belə bir ekran açılacaq. Məsələn, gəlin bir dənə buradan sizə göstərim. Bax, yəni qeyddən keçdiniz, tamamladınız, belə bir ekran açılacaq. Bura ücretsiz gəlir yeri var. Ona daxil olursunuz. Qeydiyyat da çox rahatdır. Yəni ad, soyad, ata adı, nəsə ora-bura yaşadığınız desin yer zat hamısını yazırsınız, keçirsiniz qeydiyyatdan. Gəldiniz bura. Deməli burada belə bir yer açılacaq. Bunlar göz Afcoinlərdir. Bunlar ekrana vurduqca yığılır. Məndə 500 verir. Çünki mən artırmışam buranı. Sizə birinci 300 verəcək, 200 verəcək. Sonra yavaş-yavaş artıra-artıra gedə bilərsiniz. Yəni artırmalı göstərəcəm sizə. Nəysə, tutaq ki, bura daxil oldunuz. Bu ekran belə-belə vurursunuz. Baxın. Gördüyünüz kimi məndə 5-5 artır, amma sizə 1-1 olacaq o. Mən artırmışam da bunu əlavə edən işləyib artırmışam. Baxın belə, yəni artıra-artıra gedirsiniz. Belə vurduqca artır o. Buradakı 1000 elədiniz, 1000 coin oldu. Onu rahat şəkildə çıxartmaq olur. Yəni onu da deyim biləsiniz. Nəsə bu qədər. Bunu sürətləndirməkdə necə eləmək lazım onu sizə göstərəcəm. Baxın görürsüz buranı. Gəlirsiniz bura. Burada məsələn bax deyir ki 100 coin ödə, əlavə bir dənə də artacaq. Oldu məsələn ekran vuranda 6 dəfə artacaq, 5 dəfə yox. 60 coin ödəyəndən sonra burada bateriya var idi, yəni enerji də o olur artır. O çox azalmır onsuz da, yəni onun çox da vacib deyil. Sonra bunun özü enerjini artırır. 28 coin ödə enerjini artırır. Bunun özü də ki o 500 var idi, 500 enerji. Məsələn bir dənə üzərinə 35 coin ödəsən bura, üzərinə vuranda məsələn olacaq bu 600-yə 700. Ekran vurduqca artacaq. Bu isə bu 5 dəfə vuran bunu dedim. Bax bu qədər. Sonra burada əlavə olaraq da bir onu da sizə göstərim. Baxın burada görürsünüz bunu. Üzərindən vurursunuz. Burada indi sizə məsəl gələcək ki, nədir onun adı? Telegram kanalına tutaq ki, abunə ol. 150 Afcoin verəcək. Nə bilim, burada nəsə o da botdur, o da 50 Afcoin verəcək. 5 dost dəvət elə 50 Afcoin, 100 dost dəvət elə 100 dost dəvəti deyəsən bu. Yox, əstəğfurullah 10 dost dəvət elə 100 Afcoin verir. Əlavə də orada burada göstərir. YouTube kanalına abunə olursunuz, coinlər verir. 30 dost dəvət elə 200 coin, 50 dost dəvət elə 500 coin. Belə-belə verə-verə gedir. Ondan sonra gəlin geri gələk. Yəni görürsünüz baxın mən danışa-danışa burada yığıldı. Baxın yığıldı. Yəni belə vururam üzərindən. Baxın 21 oldu. Yəni belə, yəni kimin ki valla vaxtı varsa, belə üzərindən vurub qəşəng coinlər götürə bilər. İndi keçək əsas məsələyə. Burada yatırım necə olur? Əlavə yatırım edib pul qazanmaq necə olur? Mən bunu haqqında paylaşım etmişdim. Demişdim ki, 3-4 gündən sonra sizə məlumat verəcəm. Onu keçməmişdən qabaq bir dənə bura statika yerinə gələk. Maksimum vururam. Görürsünüz məndə azdır. İndi bax çıxarış eləmək istəyəndə deyəcək ki, balans baxın indi burada görürsünüz 1000 deyil. 1000 Afcoin lazımdır ki, o çıxarış edə bilək. Nəsə qoymayan da bunu vurum üzərindən. Çox tez yığılır ha, həqiqətən çox tez yığılır. İndi yenidən geri gələk, deməli ekranımıza qayıdaq belə bu qaydada. İndi bax məsələn mən bura tutaq ki yatırım edib əlavə pul qazanmaq istəyirəm. Necə? Cüzdan sözünə gəlirsiniz. Baxın burada cüzdan sözünə gəldiniz. Gəldiniz bura. Məsələn burada USD-ni seçirsiniz belə. Seçəndən sonra yatırma yeri var. Yatırma yerinə vurursunuz. Gördüyünüz kimi oradan aşağıda. Məsələn buradakı adresi kopyalayırsınız. Getdiniz tutaq ki Binance-a və yaxud da ki nə bilim Bybit hansı bir kriptovalyutaya getdiniz və göndəriş eləyirsiniz. Göndəriş eləyəndən sonra buradakı pul oturdu. 1-2 dəqiqə sonra pul oturandan sonra gəlirsiniz burada demək yatırım yeri var. Yatırım yerinə gəlirsiniz. Yox, yatırım yerinə hələ yox. Hər dəyişim yerinə gəlirsiniz pul oturandan sonra. Dəyişim yerinə gəlirsiniz. Dəyişim yerinə gəldikdən sonra gəlirsiniz bura. Məsələn sizin USD olacaq da. Yazır ki burada. Bax burada göstərir. USD-ni Afcoin-ə çevirmə, Afcoin-dən USD-yə çevirmə. Nə bilim Binance-dan Afcoin-ə belə bir yazdı. Bizə bir dəqiqə USD-ni Afcoin-ə çevirmək lazımdır. Sonra pul çıxarış edəndə isə Afcoin-dən USD-yə çevirmək lazım olacaq. İndi biz USD-ni Afcoin-ə çevirməyi göstərim sizə. Gəldiniz, tutaq ki pul atmışsınız ora. Maksimum sözü var burada. Bunu vurursunuz, indi məndə yoxda balansda. Göstərəcək sizə. Vuranda məsələn nə qədər Afcoin, ən azı bir 12.000 Afcoin olmalıdır burada ki, siz yatırım edə bilərsiniz.
Tutaq ki onu etdiniz, hamısı gəldi hazırdır. Gəlirsiniz yatırım yerinə. Gəlirsiniz bura. Baxın ki, burada faizlər verir sizə. Deməli 12 Mavcoin elədiniz, yatırımda maksimum gətiri 200%, 3x-lə, günlük yatırım gətirisi 0.6%. Baxın, məndə bunu verir. O gün məndə 3 gündür, yəni 3 gündür 301, yəni coin göstərir 301. Günlük qazancda 100 coin göstərir. Bunun qiyməti elə də baha deyil, yəni hələ ki az pul hesablayır. Yəni 100 coin göstərir. Sadəcə mənə bura yəni düz az pul yatırım eləmişəm, bir 30 manat yaxın pul yatırım eləmişəm, mənə bunu verir. İndi axşam olacaq bu 400. Belə arta gedir. Sonra məsələn tutaq ki, bura yəni deyirəm, yatırım necə oldu? Yəni gəldiniz, çevirdiniz Afcoin-də, gəlirsiniz baxın miqdar sözü var burada. Maksimum belə vurursunuz. İndi məndə görürsünüz azdır. Mən yatırım yap sözünə vurursunuz belə. İndi məndə azdır, yəni verməyəcək. Yatırıma vurursunuz, görürsünüz vermir. Yazır ki 12, yəni 12.000 lazımdır Afcoin. Məndə 301-dir. Yatırım eləyəndən sonra əlavə yəni faizləriniz gəlir. Mən indi məsələn buradan yığıb əlavə yəni yatırım edə bilərəm. İndi bunu yığa gedirəm. Pul çıxarışı necə olur? İndi gəlin sizə mən onu göstərim. Gəldi yəni cüzdan yerinə. Geri çəkim var. Görürsünüz, çəkimə vururuq. Mən buraya yəni pul çəkim də eləmişəm. O sübut üçün ki, yəni həqiqətən də çıxarış verir. USD-ni seçirik. Biz ən rahat USD-dir. USD-ni seçdik. Məsələn miqdarı tutaq ki belə indi USD-imiz vardı. Orada maksimum vururuq. 5% çəkim üzrə tutur. Vururuq və göndər. Baxın mən 10 dollar çəkim eləmişəm geriyə. Gəlib də təzədən yəni qaytarıb atmışam bura. Çəkimə vuran kimi bəs pulumuz köçür yavaş-yavaş Binance-a ya Bybit hesabımıza köçür. Çox rahat şəkildə istifadə edə bilərsiniz. Həqiqətən də yəni mənim proqram çox xoşum gəldi. Mən bura əlavə pulla yatırım edəcəm. Yenə də deyirəm, amma hər kəsin şəxsi öz fikridir. İstəyir yatırım eləsin, istəyir eləməsin. Mən özüm də axtarıb tapıb qoşuluram. Belə də paylaşıram ki, hər halda məni takip edən insanlar belə bir proqramlarla maraqlanan insanlardır. Buna görə də mən də paylaşıram ki, kim istəsə görsün. Beləsinə dostlar, bu qədər. Yəni bazardığım qədər sizə məlumat verməyə çalışdım. Sonra statqamal haqqında, yəni yatırım haqqında əlavə məlumat almaq istəsəniz, buradan türkçəyə vurub əlavə girib oxuyursunuz, tam şəkildə məlumat ala bilərsiniz. Qeydiyyat linkini də paylaşacağam. Rahat şəkildə qeydiyyatdan keçib istifadə edə bilərsiniz. Dəvət kodundakı mütləq paylaşacağam. Səhv eləmirəmsə mənim dəvət kodum 125151-dir. Yəni onu paylaşacağam. Oradan rahat şəkildə götürə bilərsiniz. Bu qədər dostlar, sağ olun. Başqa nə sözünüz, sualınız olsa yazın mənə. Kömək eləməyə hazıram. Dili də baxın buradan dəyişirsiniz. Üzərindən vurursunuz. Görürsünüz türkçə dil dəstəyi var. Türkçəni vurursunuz və dil dəstəyi gəlir. Deməli, bu qədər dostlar. Əlavə nə sualınız olsa yaza bilərsiniz mənə. Kömək eləməyə hazıram. Sonra burada ki, hayrın sevənlər, nəsə burada kimsə məsələn video paylaşır, nəsə problem varsa, ona kömək eləməkdən ötürü deyir. Burada çox daxil olmuyor. Yəni neyinirsiniz burada daxil olmağı? Buraya çox daxil olmağa ehtiyac yoxdur. Əsas bizə vacib olan ekranı tez-tez tıklamaqdır. Bir də yatırım eləməkdir. Ekranda ki, gəlirsiniz, yəni deyirəm, bax, ücretsiz yerə gəlirsiniz belə. Gəldiniz. Məsələn, daxil olursunuz bura, başlayırsınız ekranı belə vurmağa. Bir də bunu deyim, uşaqlar, bu yadıma çıxmışdı. Buradakı görürsünüz çarxı. Bunun üzərindən gəlirsiniz. 7 gün dalbadal bura daxil olursunuz, 7 gün. 7 gün bura daxil olunduqdan sonra sizə əlavə burada fırlama bonusu verəcək. Baxın, mən 6-cı günümdə daxil oluram. İndi 7-ci gündə mənə fırlama verəcək burada. Bunun fırladacaq, bilmirəm, nəsə faiz verəcək, nə verəcək, onu dəqiq bilmirəm, görün nə göstərəcək. Lazım olsa onun haqqında nəsə paylaşım edəcəm. Bu qədər. Yəni ekranda belə qalsın. Məsələn, tutaq ki, ekranda qalsın, görürsünüz nə tez yığır. Yığır, tezdən başlayırsınız vurmağa. Siz coinlərinizi orada çoxlu yığın. Ondan sonra keçin mən dediyim kimi eləyim. Burada daxil olun, buradakı şeyləri artırın. Bunları artırın ki, daha çox yığım şansınız olsun. Yəni onu yatırımsız da artırmaq olur. Bu qədər dostlar. Sağ olun. Nə sözünüz olsa yazarsınız.